لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا، ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Allah Nebisi sallallahu aleyhi ve sellem qayıdır, bir gecədə bu baş verir. Təbii ki, gördüğünüz bu dəhşətli, böyük hadisələr müddəti dünya vaxtıyla yatağı hələ də soymuyor. Amma olanlar həqiqi olmuşdur. İndi Allah Nebisi sallallahu aleyhi ve sellem düşünüb ki, mən bunu necə insanlara deyim, insanlar necə inanacaq buna? Kim qəbul edər? Hətta ehtimal var ki, qəlbində iman olanlar şəkkə düşə bilərlər. Yəni, göğe qaldırılmaq nə deməkdir? Çox böyük bir sınaq. Hunalike butuliyel mu'minun ve zulzilu zilzalen şedide. Müminler orada bak böylece şiddetli sınağa çekildiler. Ve böyle bir zelzele ile rezeye geldiler. Allahu Akbar. Ve Allah Nebisi sallallahu aleyhi ve sellem evinden çıkıyor. Ebu Cehil, aduvallah, onun yüzböz karşısına çıkanda görür ki Hz. Muhammed sallallahu aleyhi ve sellem rengi değişip, halı başka. Deyir, ne olur? Ne baş verip? Özünü aradı olar bu cahil. Habib, gör ki qeyri-adi bir haldır. Dünənki kim gördüğü kim değil. Qal, buyurur ki aleyhissalatü vesselam, Urice bi leyla ila Mescid-i Aqsa. Bu gece mən Mescid-i Aqsa'ya götürüldüm ve bir gecede isra edildim ve çok muhtasar kelimelerle danışır. O tecevamil kelim ve yatağım soyulmamış qayıtdım. Abu Cehil, hə? Orada milleti yıksan danışabilirsin onlara. Habib, axır ki qələbə düşünür. Axır ki ifşa olunacaq onun yanına. Axır ki onun yabanı alacaq. Bunun öz məkri var, Habib. Və Safa dağında yenində, Safa təbəcciyində bir elan edir, çağrı edir və bütün Məkkə əhlindən sonra yığır. Baxın, görün bu kədidə bir yalançı nə danışır. Baxın, nə danışır. Ay cəmaat, aramızda tacirlər var. Mescid-i Aqsanı gözüyle görenler var. Onları da çağırın. Bir aya gedirik, oraya güclə çatırıq. Yolda ölen, qırılan, xəstələnən, qaydan qayıtmayan. Kişi deyir ki, bir gecede oraya götürüldüm. Ondan sonra isra edildim. Ve bir gecede qayıtdım ve yatarım hələ də istiydi. Cemaat qahqahayla gülür, istəyəsə edir, inanmırlar. Ve deyirlər ki, ya Muhammed, tamam, indi istəyirlər bunlar onu ifşa etsinlər, rezil etsinlər, ihanet etsinlər. Eləysə, tamam, Məscid-i Aqsanı bizə vəsf elə. Necəydi? Biz de inanaq ki, sen orada olmuşsan. Tacirlər qabağa gəldi, Aqsanı gözüyle görənlər. Hz. Muhammed sallallahu aleyhi ve sellem Beyt-i Məqdisə girəndə tam hüdu və ədəb ilə başı aşağı şəkildə girmişdi. Və heç nəyə baxmamışdı. Bu etibarla nə tavanı, nə pəncərəsi, nə qapısı, nə rəngi, nə qıflı yarında ola bilməzdi. Bir anlıq buyurur aleyhissalatü vesselam. Və tacirlər başlayır sual verməyə. Sual verən anda Allah Azze ve Celle Beyt-i Məqdisi onun gözü qabağında təzədən canlandırır. Onlar sual verdiği ki, Beyt-i Məqdisin içine baxır. Və başlayır bir vəsf verməyə. Qapısının rəngi filan, qıflı filan, tavanı filan, yeri filan, mihrabı filan, çölü filan. Ne deyirsə hamısını dəqiq, sanki gözlərinə görən kimi zaten elə olur. Gözlərinə göstərilir. Tacirlər qayıdır ki, ya Əbu Cəhil bu insan düz söylədi. Mescid-i Aqsa belədir. Pis adam deyilsiniz. Tümürəm. Doğru olarak. Alınmadı. Neyse. Növbəti bir şeydi. Neyiniyək bunu yalanını çıxardaq? Başka bir sübut getiriyor Muhammed. Bunda məqsədi onu ifşa eləmək, sındırmaq, qalib gəlmək. Deyir, mən Burak'ın üzərində isra edildim. Nədir o? Kikran altılı və s. Ha! Deyir, sizin kervanınız yoldadır. İnşallah 3 gündən sonra gəl bura çatacaq. Soruşarsınız. Nə soruşaq? O dəvələrdən biri ayıq idi gedəndə, başı ilə yuxarı baxırdı. Bizi görəndə qorxdu. Qafilədən qorxdu və qaçdı. Amma o dəvə, yalnız o dəvə bizi gördü. Dəvə çox uzağa götürüldü. Dəvənin üzərində onların çoxlu əmanətləri. Dəvənin də hətta ipi də qırmızı rəngdə idi və xurcunu, boğçası hamısını vəsf edəcəyik. Biz dəvənin hansı nöqtəyə kimi qaçıb, yorulub, çöktüyü yeri gördük uzaqdan. Endim və gəldim, dedim ki, siz kimlərsiniz? Dedilər, gəlirik. Biz uzaqdan tacirlərik, Məkkəni qəsd edirik. Bizim dəvəmiz qaçdı, görməmişsən. Deyir, görmüşəm. Və onun yerini onlara vəsf elədim və dəvəni onlara gətirib təslim elədim.
Və sonra dedilər ki, ey qərib, bizim sularımız tutarıb. Bəlkə səndə su olar. Kərvanda da insanlar bir deyil, iki deyil, üç deyil. Cəbrailə dedim ki, Cəbrail, bunları söylə bilərik. Balaca bir badədən su süzdü və onların hamısının su ehtiyatlarını doldurduq. Və dedim ki, indi suyunuzdan mənə iş izlə bilərsinizmi? Dedilər ki, iş izlərək. Sən kimsən? Dedim, Muhammed ibn Abdullah, bu aşı. Tamam, su verin gəncə. Su verirlər və onların suyundan içdim. Deyir, indi kərvan yoldadır. 3 gündən sonra çatandan sonra soruşarsınız. İndi Məkkə 3 gün, 3 gecə yatmayacaq ki, yalan üzə çıxsın. Çünki onlar bilə də bilməzlər ki, kərvan doğrudan da yoldadır, yola deyil. Kim xəbər gətirdilər ki? Dedilər, bunu gözləyən kimi başqa bir möcüzə verir. Başqa bir subut. Sənin gətirdiyin şey balaca şey deyil. Buna görə çoxlu subutlar lazımdır. Birdən bir pəhlivan gəlir, Rukan adında. Basılmaz bir idmançı, pəhlivan. Heç kim Məkkədə, ərəblər arasında onun belini yerə vurmamışdı deyilməyə. Abu Cəhəl deyir ki, Rukananın belini yerə vur, bilək ki, sən haqq söylürsən. Rukan deyir ki, bəli. Ya Muhammed, özü kafir, müşrikdir Rukana. Deyir ki, mən belimi yerə vursan, mən özüm şəxsən iman edəcəm ki, sən dediklərin haqdır. Yallah, bismillah. Budur sizin Peyğəmbəriniz, aleyhissalatü vesselam. Rukana ilə döyüşə girir, bir neçə andığın içərisində onun belini yerə çırpır. Rukanı qalxır tozun içində ola bilməz. Mümkün deyil. Çünki belə şey olmamışdır. Heç kim Rukananın belini hələm də yerə vurmamışdır. Ərəblər arasında. Basılmaz, məğlub olmaz bir pəhlivan və pəhlivanlıq fəndlərini bilən, belə deyək tərəf, pitikratlı. Mümkün deyil bu belə orasında. Dedi, ikinci dəfə ya Muhammed. Yaxşı. İkinci dəfə. Sıxılır, başlayır güləş. Bismillah, Allahu Akbar, beni təzən vurur yerə. Rukan deyir, xeyr, qəbul edəməyəcəm. Üçüncü dəfədən olar. Üçüncü dəfədə olsa, iman edəcəm ki, sən doğrudan da söylədiklərin haqdır və Peyğəmbərsən. Üçüncü dəfədə hamı diqqətlə baxır, çox gərgin və ağır bir döyüş nəticə. Axırda Rukan belə şappıltı ilə yerə vurulur. Rukan'a iman et. Rukan deyir, kəvzəb, xeyr. Deyir, yaxşı, mən nə sənə göstərəm ki, iman edəsən? Rukan sağa baxır, sola baxır, möcüzə axtarır. Deyir, bu alaca ağac danışsın. Danışsın, mən biləcəm ki, sən haqq söylürsən. Həzrət Muhammed sallallahu aleyhi ve sellem ağaca, mən huvə Rasulallah. Ağac deyir ki, əşhədü ən la iləhə illallah və ennəkə Rasulullah. Rukan görən deyir ki, yalancı, sehirbaz, mənə də sehirlədin. Vay, başı götürür qaçır. Yəni, iman etmirlər. Deyir ki, axırda, ya Muhammed, sənin söylediğin çox ağır məsələ, gecəylə belə, elə, qah-qah eləyən, gülən, orada bir nəfər yerindən götürülür, gəlir Abu Bakr yanına. O vaxta kimi Abu Bakr, Üthman, Abdullah, Abu Quhafa. Abu Bakr kim tanınır, Sıddık kim tanınır, o hadisə kimi. Gəlir insan deyir ki, ya Abu Bakr, sən hara baxırsan, sənin sahibin, dostun, yalanlanır, təksib olunur, istehza, qah-qah, gülmək, nə baş verir? Deyir, gəlmə şeylər danışır sən dostun, ya Bakr. Nə danışır? Deyir, gecə ilə isra edildi, yerindən qayıt götürüldü Aqsaya, sonra da bir gecədə yatağı soymamış qayıtdı. Abu Yaqul hələ sahibi, mənim dostumu söylüyor, deyir, bəli. Əgər o söylürsə, haqdır. Sadaqdır. Deyir, ya Bakır, nə danışsın sən? Bizə nə danışır? Deyir, oradan getdi göyə, birinci, ikinci, üçüncü. Deyir, Abu Yaqul sahibi hələ, deyir, bəli. Sənin dostun bunu deyir. O deyir ki, haqdır, tutardı. Sıddıqa bax, doğrula bax. Deyir, yaxşı, Abu Bakır, gəl, heç sonra orada dinən ki, bir dəstək olsun, gətir, Abu Bakır Sıddıq. Və Həzrət Muhammed sallallahu aleyhi ve sellem Abu Bakır danışır hamısını. Danışdıqca Abu Bakır bir sadaqdır, ya Resulallah, sadaqdır, eyvallah. Sadaqdır, haqq söylədim. Haqdır. Hər kəlməsini təsdiq edir. Bunlar da Məkkə müşrikləri baxır ki, nə edir bu insan? Da bu qədər də yox da. Və bir təsdiq edir. Ayət gedir. Fi şə'ni Əbu Bakrin vəl-ləzi cəə bis-sidqi və saddaqa bih. Ulaikə hum muttaqun. Sıdq ilə gələn Muhammed və onun sıdqını təsdiq edən Sıddiq. Həqiqi müttəqilər onlardır. Allah Azze və Celle Abu Bakr o gündən Sıddiq adlandırır. Kim? Allah. Celle fi'ulə. Və Rasulullah deyir ki, Abu Bakr, Rabbin səni Sıddıq adlandırdı. Bu gündən etibarən sən Sıddıqsan. Allah-u Ekber, kim nəhayində Sıddıqın məqamı həmin anda qalxdı. Bunlar əl çəkmirlər, ya Muhammed, yaxşı, vəziyyət ağırdır. Sən bizə elə bir əzəmətli ayət, möcüzə, əlamət gətir ki, biz deyək ki, sənin dediklərin haqdır. Yaxşı, seçin.
Ne istəyirsə seçin. İndi bunlar yerlə tutardılar. Yer əl vermir. Hara vururlar, düz çıxır. İndi səmada axtarırlar. Gördülər ki, ayın 13, 14, 15-ci gecələrindən biridir. Bədir. Ay bütövdə bax. Dedi, ya Muhammed, tamam. Rəbbindən istə, sənin xahişinlə o ayı 2 yerə bölsün. Gözümüz qabağında ayrılsın. Ondan sonra biz iman edəcək ki, sən haqla gəldin, haqq söylədin. Həzrət Muhammed sallallahu aleyhi ve sellem Rəbbindən istəyir, Rəbbi də ona verir. Bismillahirrahmanirrahim. İqtarabetis-sa'atu və inşaqqal-qamar. Qiyamət saati artıq yaxınlaşdı və ay parçalandı. Və in yarav ayatan yu'ridu və yaqulu sihrun mustamir. Onlar açıq bir ayət möcüzə görəndən sonra yenə də üz döndərərlər. İnatkarlıqla deyərlər ki, bu ətrafa yayılmış sehirbazdır, sehirlidir. Deyir ki, ay aralandı. Bir tərəfi bir dağın başında, digər tərəfi digər dağın başında görsəndi. Açıq şəkildə. Dedilər, ya Muhammed, yəni sənin sehrin dəhşət. Burada olan hamımızı sehirlədin, Əbu Cəhillər, Əbu Ləhəb. Həzrət Muhammed sallallahu aleyhi ve sellem deyir ki, karvan yoldadır. Gələndə onlardan soruşun. Bəlkə onlar da görürlər. Hə, onlar görürlərsə onda başqa məsələ. Danışdıq? Hə, danışdıq. Yaxşı. İbn-i Kəthir Rahimullah deyir ki, tarix, dünya tarix kitabları, alimlər deyir ki, doğrudan da tarixdə belə bir hadisə olub. Çində də, Sində də, Sindidə də, Şərqdə də, Qərbdə də tarixdə yazılıb ki, ay bir dəfə göydə ayrıldı və asılı şəkildə qaldı. Hətta bu tarixə düşün. Nasılsa ucağa qaçmır. Nasıl ispat edir ki, ay yarılıb və birləşib. Ortasında cızıq var. Kosmik məlumatlar verir bizə. Bir də yaxşı gözləyək. 3-cü gecə oldu. Bütün Məkkə ayağa qalxıb, yatmırlar. Günəş doğana kimi kərvan gəlməsə, biz qalib gəldik. Və günəş doğmamış, səhər tezdən kərvan Məkkəyə girir. Baxırlar görürlər həmin dəvə, həmin qırmızı, ipi, qırmızı xurcunu, üstündə əmanətlər, dəvənin halı bir tərbilə və həmin adamlar, qəribə və s. saxlayırlar onları, gəlin bura. Sizin dəvəniz etmişdir, 3 gün bundan qabaq, bəli. Bir gənc onu sizə tapıb qaytardı, bəli. Suyunu tutarmışdı, bəli. Su verilirsə, bəli. Siz də onu içirdiniz, bəli, olub. Bu gəncdir, bəli, baxımına, olub. İndi inatkarlıq, küfrün ən ilgənc növü. Bütün sübutan qabağında heç nəyə iman etməmək. Axırıncı sual. Ay, hə, ay da, qərbə ay da parçalandı, göydə sallı qaldı. Kərvan deyib olar. Ya Muhammed, sən neyləmirsən? Sən sehri bütün dünyanın gözləri bağlayıb. Və in yarav ayətən yu'ridu və yaqulu sihrun mustamir. Bir möcüzə görsələr, üz döndərərlər və deyərlər ki, bu ətrafa səpələnmiş sehrin yeni növüdür. Yəni, əjdaha sehrin növüdür. Hər yana yayılır, hər yana. Sən neyləmirsən? Yəni, inatkarlığa baxın. Yəni, bundan sonra nə istəyirlər bunlar? 3 gün bundan qabaq onlar görmüşlər bu hadisəni. Deyir, ay, gözümüz qabağında, ayrıldı, göldə qaldı. Biz də qorxduq. İman etmirlər. İman etmirlər və inatkarlığında sabit qalırlar. Qəbul edəmirlər və qərara gəldilər ki, neynəsinlər? Yenə də müsəlmanlara və iman əhlinə işgəncə versinlər, əzab versinlər. Və Həzrət Muhammed sallallahu aleyhi ve sellem dəvətindən əl çəkmir. Bir neçə gündən sonra həc başlayır və həc zamanı bir xeymələrə, çadıralara girib qəbilə sahiblərinə dəvət eləmək məqsədi var. Ümiddən kəsilmir. Baxın, qardaşlar, Məkkə dönəmini gördük. Bizim siramız Məkkə dönəmi ilə inşallah gələn dərsdə tutarır. Keçirik Mədinə dönəminə. Allah Azze ve Celle buyurur ki, Ələm nəşrah ləkə sadrak. Məhər biz səni köksünü yarmadıq mı? Və vəza'nə ankə vizrak. Səndən üzərində olan o ağır yükü səndən qaldırmadıq mı? Və rəfa'nə ləkə dikrak. Və sənin şanını uca eləmədik mi? Və sonra nə deyir? Fə innə mə'al usri yusra. Usr buraydı, çətinlik. Həqiqətən çətinlikdən sonra bir hasanlıq var. İndi baxın, görün, Mədinədə dəvət necə sürətlə yayılacaq. Əncəb bir sürətlə. Mədinə əhli necə sürətlə dəstə-dəstə İslama gələcəklər. Hətta Mədinədən gələn müşrik ərəblər İslama girib İslamı daşıyacaqlar. Və hər şey o qədər hasad olacaq bu çətinlikdən sonra. Buna görə Allah Nəbisi sallallahu aleyhi ve sellem o şəhəri, əsli Yəfrib, köhnə adı xəstəliklər şəhəri, Yəfrib. Onun adını dəyişdi, qoydu Mədinə-i Taybə-i Taybə.
ən yaxşı şəhərlərin ən yaxşısı. Və sahabələr dedilər ki, Mədinə-i Rasulullah. Rasulullahın şəhəri sallallahu aleyhi ve sellem. Və birazdan görəcəksiniz bu hadisələr necə öz səmtini tam dəyişir və Mədinə sürətlə, hətta hicrətdən qabaq artıq İslamlaşır. Ta ki Allah Azze ve Celle onlara hicrəti əmr edir.